Bir digər anlayış isə el arasında, cəmiyyətdə qəbir əzabı anlayışıdır. Bildiyimiz kimi Qurani-Kərim qəbir həyatından söz etməz, axirətdən söz edilir. Qəbir həyatı dedikdə isə qəbirin içərisində baş verəcək hadisələri deməz. Qəbir insan öldükdən sonra qoyulan yerdir. Orada can yoxdur, bədəni var, çürüyüb gedəcəkdir. Qurani-Kərimdə qəbirlərimizdən çıxacağımız günü, o saatı bildirmişdir. Və qəbirdə heç bir sorğu-sual olmayacağını biz Qurandan görürük. Çünki imtahan həyatı hələ bitmədiyinə görə qəbirdə sorğu-sual olmayacaqdır. Qəbir kimilərinə görə cənnət bağçası, kimilərinə görə cəhənnəm çuxuru kimi yorumlayıblar. Öldükdən sonra insan heç bir şey hiss eləməz. Ölüm Qurani-Kərimdə yuxu kimi göstərilir. İnsan yatanda ölmüş kimi olur. Qurani-Kərimdə deyilir ki, Allah Teala ölüm mələklərinə deyər, ölmək vaxtı çatan insana, ruhu alan insanlara, onların ruhlarını öldüyü vaxt bəzən alar, bəzən də yatdığı zaman ölüm mələkləri insanların ruhunu alar. Bunun üçün imtahan həyatı hələ bitmədiyinə görə qəbirdə həyat yoxdur və qəbirdə nə cəza, nə də mükafat yoxdur. Öldükdən sonra insanlar Ərəsat meydanına yığılacaqlar və qəbirlərindən biz çıxasıyıq. Ölən insan qiyamət günü diriləndə bir göz qırpımı, bir ani, az bir vaxtda dirilib bu dünyaya gəldiyini hiss eləyəcək. Çünki öldükdən sonra keçən vaxt, o zaman insan 1000 il, 2000 il, milyon il də keçsə hiss eləməyəcək. Adəm Peyğəmbərin dirilişi də ən son ölüb diriləcək insanın dirilişi də eyni olacaq, bir göz qırpımındadır. Bunun üçün hansısa münkar nakir qəbir yanına gələcək, hansısa orada sorğu-sual olacaq. İmam təlqin verir ona ərəbcə. O da onu bilməyəcək, əfsuslar olsun. Ərəbcəni bilmir adam, amma gəlib ərəbcə təlqin verəcək. Və orada soruşacaq suallara imam ona o sualları verir və sən də bunları cavabla deyə təlqin oxusunlar. Ancaq o adam artıq öldükdən sonra o heç nə bilmir, heç nə hiss eləmir, heç nə anlamır. İnsan ölüb, onun işlətim sistemi olan ruh Allah qatına gedib və yerdə bədən qalır. Bunun üçün İslam anlayışında olan qəbir əzabı anlayışı yoxdur. Qəbir həyatı anlayışı da qəbirin içərisində olacaq həyat deyil, axirətdə öldükdən sonra diriliş vaxtında olacağı həyat Qurani-Kərimdə bildirmişdir bizə. Qurani-Kərimdə bizə bildirilən mesajlardan digəri öldükdən sonra yenidən dirilmə, qəbirlərimizdən çıxma və yenidən bu dünyaya gəlib hesab vermədən söhbət gedilir və bu barədə çoxlu ayələr var. Bunun üçün qəbir həyatı və əzabı bu dünya ilə qiyaslamayaq, müqayisə eləməyək. Kimisi deyəcək ki, insan qəbirə qoydu, onun üçün əzab başladı və yaxud da mükafat başladı. Bu doğru anlayışlar deyil. Çünki imtahan həyatı hələ bitməyib. Heç bir insana nə mükafat, nə cəza hələ tətbiq olunmur öldükdən sonra. Onların cəza və mükafatı tətbiq olunmaqdan ötürü vəd olunan qiyamət günü gələcək və hər bir canlı, heyvanlar, insanlar hər birisi öləcək. Öldükdən sonra yenə bütün canlılar bu dünyada diriləcəklər və Allahın huzurunda biz hesab verəsiyik. Hələ nə cəza, nə mükafat heç bir insana tətbiq olunmur. Ölüm insanın
yatmaq kimidir. İnsan yatanda nəyisə hiss eləyirmi? Eləmir. Bunun üçün biz Quran işığı ilə məsələləri hər zaman aydınlaşdırmağa çalışmalıyıq. Quranda Allah Taala bizə nə deyirsə biz onu etmək məcburiyyətindəyik. Yaxşı insan olsanız, faydalı insan olsanız, insanlara fayda verəcək insan olsanız, sizin üçün Allah Taala deyir, nə qorxu var, nə də üzüntü var. Allahın ikramına, Allahın lütfüne nail olan bəndələrdən olmağı cümləmizə Allah Taala qismət eləsin. Allahın qəzəbinə düşməyək, Allahın hüdudlarını qoruyaq və Allah nəyi əmr eləyirsə biz sadəcə onları yaşayaq.